Belə xanım, ən çox rast gəlinən 5 psixoloji problem. Məsələn, məncə ola bilər birinci sırada insanların həddən artıq çox yorulmağı. O 5-ci sıradadır. Aha. Aha, sonra ola bilər nə? OKP ola bilər, obsessiv kompulsiv pozuntu. Anksiyete? Yox, obsessiv kompulsiv pozuntu. Yox, o bizim listədə yox. Aha. Overthinking var. Aşağı düşmür. Yox, o da düşmür. Depressiya Var. neçənci sıradadır? Baxın, 2-ci sırada. Sonra panik atak ola bilər. Var, 3-cü sıramızda. O biriləri bilmirəm. Deməli, araşdırmaya görə birinci yerdə anksiyetedir, daimi gərginlik, narahatlıq və səbəbsiz qorxu hissi ilə müşahidə olunur bu. Bir də ikincisi depressiyadır, üçüncü panik atakdır, dördüncüsü isə özünə dəyər və kimlik problemidir. Doğru. Özünü dəyər problemi Azərbaycanda